Mənim 24 dənə düzüm var. Riyaziyyatdan tutanmışı buraxmışıq. 24 dənə düzüm var. Sınağa getmişəm. Bir dənə səhvim var. O bir səhvi belə ciddiyə almıram. Bilirəm ki, çoxumuz telefonu düzgün idarə edə bilmirik. Yəni telefonu götürürük, biraz dərs oxuyuruq, dərs oxuyandan sonra keçirik artıq vaxt alıcı şeylər. Yeni bir video ilə qarşınızdayım. Yeni videoya xoş gəlmisiniz. 3 həftədir, 2 həftədir kanalda video paylaşa bilmirəm. Video paylaşa bilməməyimin səbəbi konsept tapa bilməməyimdir, video fikri tapa bilməməyim idi. Düşündüm ki, nə videosu paylaşa bilərəm. Dedim ki, bir dənə məsləhət videosu çəkim. Həm də ara sıra məsələn şərhlərdə yazırlar ki, uşaqlar məsləhət videosu falan paylaşsan çox yaxşı olar. Bugün məsləhət videosu çəkirəm. Yəni ümumi bir məsləhət videosu olacaq. Burada 5 dənə məsləhətləri sizlər üçün bildirəcəm ki, bu məsləhətlərə əməl etmək, yəni sizlər üçün yaxşı təsir göstərəcək, mütləq olacaq. Burada çox şey etdim, yəni əsas olan məqamların hamısına toxunmuşam. Bunları sizə məsləhət olaraq verəcəm. Videoya keçməmişdən əvvəl kanala yeni gəlmişsinizsə, yəni bildirmələri tıxlayıb abunə olmağı unutmayın. Bir də videonu sona qədər izləməyinizi xahiş edəcəm. Yəni videoya girib yarıya qədər izləyirsinizsə, bu videonun sizə xeyri olmayacaq. Əgər xeyrin olmağı istəyirsinizsə, videonu axıra qədər dinləməyinizi yəni istəyəcəm. Deməli, bugünkü videomuzun mövzusu abituriyentlərə məsləhətdir. Bir də bir şey deyim ki, 9 martdan 15 mart buraxışdan sonra buraxışların riyaziyyatın izahını kanala yerləşdirmək istədim. Sonra düşündüm ki, artıq təkrar olacaq, sıxıcılıq olacaq. Yəni YouTube'da müəllimlərin çoxusu izahları yerləşdirib, izahların çoxusu var. Düşündüm ki, yəni mənim yerləşdirməyimin ehtiyacı olmaz. Ona görə də 2 həftə, 3 həftə kanal boşluqdadır. Riyaziyyat kursu da orada var əslində. O kursun da 3-4 mövzusu qalıb. O mövzularda qısa zamanda çəkib yerləşdirməyi düşünürəm. Nəysə, uzatmayaq, keçək videomuzun mövzusuna. Deməli, burada 5 dənə məsləhəti yazmışam. Onları sizlərə bildirəcəm. Birincisi nədir? Mən videolarımın çoxsunda yəni uşaqlara bildirirəm ki, çoxsu deməyin, yəni riyaziyyatımı necə gücləndirdim videosu, bir də plan qurma videosunda mən demişdim ki, bizim yaxşı nəticə göstərməyimiz üçün plan önəmlidir. Çünki planda biz artıq hər şeyi sistemə salırıq. Yəni dağınıqlıq, qarışıqlıq olmur. Nəyi nə zaman edəcəyimiz hamısı orada yazır. Artıq orada məsələn boş vaxtımız qalsa belə biz o boş vaxtımızı yəni nəyə dəyərləndirəcəyimizi bilirik. Buna görə də plan birinci bizdə, yəni məsləhət olaraq gələcək birinci şeydir ki, məsləhət görürəm ki, sinif üzrə asılı olmayan, yəni 7-sən, 8-sən, 9-san, 10-san, 11-sən, yəni plan bizə mütləq lazımdır ki, biz bu planda hər şeyi yazırıq. Məsələn, təkrarı nə zaman vaxt ayıracağımızı, hansı dərsləri nə zaman yazacağımızı və s. bunların hamısını burada yazırıq. Planı yaza bilərsiniz, vərəqə, dəftərə yazıb göz qarşısına qoya bilərsiniz. Onsuz da yəni plana stabil olaraq 2 həftə, 3 həftə əməl edəndən sonra o plana artıq öyrəşmiş olasınız ki, artıq dəftər və yaxud da kənar bir şey baxmağa ehtiyacınız qalmayacaq. Ki, məsələn, desəz ki, telefonla aranız yaxşıdır, yəni telefonu yaxşı idarə edə bilirsiniz, çox vaxtınızı almır telefon. Notion'dan Focus To-dan burada istifadə edə bilərsiniz. Notion'dan plan qurmaq üçün istifadə edə bilərsiniz. Focus To-dan da sizlərə məsləhət görürəm ki, məsələn, bilirəm ki, çoxumuz məsələn telefondan nə üçün istifadə edirik? Testləri falan yazmaq üçün, yəni vəsaitlərin PDF-ləri üçün istifadə edirik. Bəzən elə olur ki, çıxırıq hər hansısa bir sosial şəbəkədə vaxtımız gedir. Burada Focus To-dan istifadə edərək bu tətbiqləri falan rahat şəkildə idarə edə bilərsiniz. Pomodoro timerindən falan istifadə edə bilərsiniz. İkinci məsləhətim nədir? Active Recall-dır. Nə deməkdir? Bilirəm ki, çoxumuz dərsi oxuyuruq. Dərsi oxuyandan sonra, yəni dərsi yola verdə oxuyuruq. Bir dəfə oxuyuruq, dərsi oxuyandan sonra kənara qoyuruq və artıq keçirik nəyə? Test yazmağa. Artıq istər-istəməz o oxuduqlarımız, bildiklərimiz yadımızdan çıxır. Ümumiyyətlə bir şey deyim ki, dərsi bir dəfə oxumayın yəni. Dərsi yaxşı yadda saxlamaq üçün ən azı 3 dəfə, 5 dəfə oxuyun ki, o dərs yəni yadınızda yaxşı qalsın. Yəni əlavə olaraq da dərsi oxuyandan sonra kitab bağlayıb oxuduqlarınızı özünüzə danışın. Bir dənə də əlavə dəftər tutun, məsələn, o dəftərə mövzu haqqında, mövzunun harasını bilməmişsinizsə, onu ora qeyd edin. Sonra gəlib məsələn vaxtınızın çox getməyini istəmirsinizsə, açın o mövzunu, dəftərə yazdığı hissələri oxuyun, bir də o hissələrə baxın. Amma yola ver eləməyin. Kitab bağlayıb mövzunu özünüzlə danışın və boşluqlarınızı müəyyən edin. Üçüncü məsləhət verəcəyim şey, mən bunu o birisi videoda da bildirmişdim, riyaziyyatımı necə gözləndirmişəm videosunda. Səhv dəftəri önəmli bir şeydir ki, çoxumuz sınavlara gedirik. Yəni pul veririk, sınağa gedirik normal qaydasında. Sınavdan gələndən sonra ümumi nəticəmizi yəni öyrənəndən sonra səhvlərimizə baxmırıq. Hətta səhvlərimizə belə göz üzü baxırıq. Məsələn, mənim 24 dənə düzüm var. Riyaziyyatdan tutanmışı buraxmışıq. 24 dənə düzüm var. Sınağa getmişəm. Bir dənə səhvim var. O bir səhvi belə ciddiyə almıram. Sınağı tullayıram bir kənara, deyirəm 24 dənə düz qənaət başlayır, sonra düzəldirəm. Amma gedirəm, sonra yenə nəticəm ya 24 olur, 23 olur. Yəni o səhvləri görməzdən gəldim. Bu məsləhət bilmərəm. Ümumi bir dənə səhv dəftəri tutun. Yəni bunu
Məsələn, gündəlik müəllimin tapşırıq verdiyi testlərdə də işləyəndə səhvlər olursa, o səhvləri də dəftərə yazın. Və yaxud da sınavlar işlədikdə o sınavlarda da səhvlər olursa, o dəftərə yazın. Və səhv elədiyiniz mövzunun da adını yazın. Məsələn, tutalım ki, riyaziyyatda, trigonometriyada bu düsturda səhv eləmişəm, o düsturun adını yazın. Ən azından məsələn free time, boş vaxtınız olanda açın o dəftərə bir göz yazın ki, ən çox hansı məqamlarda, hansı mövzularda, hansı suallarda səhv yazırsınız. Bunun başlanğıcda məsələn faydasını görməsəz də müəyyən bir müddət sonra sizə yaxşı təsir edin, yaxşı yəni fayda verdiyini görəsiniz ki, səhvləriniz də azalmış olacaq. Dördüncü məsləhətim telefon haqqındadır. Bilirəm ki, çoxumuz telefonu düzgün idarə edə bilmirik. Yəni telefonu götürürük, biraz dərs oxuyuruq, dərs oxuyandan sonra keçirik artıq vaxt alıcı şeylər, məsələn sosial şəbəkələrə falan vaxt ayırırıq. Telefon barəsində məsləhət verəcəyim ən ideal bir şey telefonu oxuyan zaman otaqdan kənara qoymaqdır. Çünki araşdırmalar göstərir ki, telefon masanın üzərində belə olsa, yəni sönülü halda belə olsa, o insanın diqqətini yayındırır. İstərsəmiz, yəni insan öz işinə, dərsinə fokuslana bilmir. Ona görə telefonu birinci kənara qoymaqdır. Və yaxud da telefonla işiniz varsa, fokuslanmaq üçün fokus tutduğunu da istifadə edə bilərsiniz. Bunu birinci məsləhətimdə dedim. Bir də telefona, yəni normaldır, telefon istifadə etmək lazımdır. Sosial həyatı da, yəni sosial şəbəkələrdə də vaxt ayırmaq lazımdır. Bunu məsləhət görürəm ki, gündəlik 1 saat ayırırsınız. Məsələn 20 dəqiqələrə bölüb, səhər 20 dəqiqə, günorta 20 dəqiqə, axşam 20 dəqiqə. Təbii ki, bunu məsələn dərsdən əlavə deyirəm ki, mən 1 saat ayırıb bunu 20 dəqiqələrə bölüb bu şəkildə də telefondan istifadə edə bilərsiniz. 5-ci məsləhətim nədir? Müqayisə eləməməkdir. Bu bəzən bizə ən çox valideynlər tərəfindən gəlir ki, bizi kiminləsə müqayisə edirlər. Bu istər-istəməz bizim enerjimizin sərf olmasına, necə deyim, nəticə olur. Yəni sərf olmasına gətirib çıxarır ki, gəlib bizə baskı edirlər ki, kiminsə uşağına nə qədər bal topladı. Yəni qısası bizi kiminləsə müqayisə edirlər. Məsləhətim budur ki, belə müqayisələrə yəni çox da ciddiyə almayın. Sadəcə özünüzə fokuslanın, sadəcə necə deyim, öz kəskin inkişafınıza fokuslanın ki, enerjində, yəni bütün enerjində dərsə verin ki, nəticəniz istədiyiniz kimi yaxşı olsun. Video bu qədər idi. Uzun video çəkib sıxıcı video eləmək istəmirəm. Faydalı, maraqlı videolar çəkməyə davam edəcəm. Kanalımı müsbət yönlü böyütməyə davam edəcəm. Ki, aktivlik düşməsin deyənə davamlılığı qorumağa çalışıram. Ki, gələcək videolarda düşünəcəm, görüm maraqlı nə video paylaşa bilərəm. Gələcək videolarda görüşmək ümidinə sağ olun, salamat qalın.